Hacı Şahinin ən böyük qorxusu nədir? Ən böyük qorxu məni narahat edən məsələ ömür fürsətindən istifadə etməməkdir. Və ya düzgün istifadə etməmək. Düzgün istifadə etməmək. Yəni, çalışıram, səmimi olum. Yəni, məsələn, bu kimi söhbətlərdə, müzakirələrdə, necə deyim, fəlsəfi cavablar verib, güya ki, məsələn, özünü ağıllı göstərmək. Bu kimi fikirlərin tərəfdarı deyiləm. Amma son dövrlərdə xüsusilə həqiqətən də yaş keçdikcə daha çox ömrün ötdüyünü insan görür və doğrudan da görürsən ki, ömür çox sürətlə keçir. Zaman çox nisbi anlayışdır. Ümumiyyətlə, uşaqlıqda biz baxırdıq, deyirdik ki, yaşlı adamdır məsələn falan. Sən demə, o özünü uşaq hesab edilmiş. Mən bugünə qədər kimə baxıramsa hesab edirəm ki, o məndən yaşlıdır yəqin ki. Sonra görürəm ki, bəlkə 15 yaş böyüyəm ondan. Hələ də insan böyüdüyünü, yaşlandığını anlamır, onun fərqində olmur. O baxımdan ki, doğrudan da sən demə, məsələn, 80 yaş, 70 yaş, 40 yaş, 20 yaş nisbi anlayışlarmış. Ümumiyyətlə, qocalıq anlayışı mən qəbul etmirəm artıq yaşada olduqca. Bizim gözümüzdə kimsə qocadır. Qoca heç zaman özünü qoca görə bilmir, yaşlı insan kimi görə bilmir. Onu demək istəyirəm ki, ömür fürsəti çox qısadır və qısaldıqca da insan heyfsilənir ki, görəsən maksimum bu həyatdan, mənə verilən fürsətdən yararlana biləcəm. Çünki ömrün sonunda hesabat bunun əsasında olur ki, nə ola bilərdin, nə oldun, hara çata bilərdin, hara çatdın. Yəni, ömür potensialının 100% səni hara çatdıra bilərdi. Onda qorxuram ki, çox ciddi təəssüf hissi keçirim. Bundan narahat olurum.